Salam dostlar, bir proqramla necə şəkil video düzəldə bilərsiniz, onu göstərəcəm. Video axıra qədər baxmağı unutmayın ki, bəzi ayarları yapmadan şəkil video düzəltmək olmur. Çox uzatmayaq, videoya keçək. İlk növbə proqrama da daxil oluruq. Daxil olduqdan sonra proqrama axtarış yerinə Gmail yazırıq. Zaten birinci çıxdı. Adı Gmail. Vurub daxil oluruq Gmail-yə. Mən də yükləmişəm. Məndə avtomatik olaraq aç deyəcək və vurub daxil oluruq proqrama. Daxil olduqdan sonra burada bəzi ayarları yapmaq lazım, yoxsa şəkil video sizin üçün düzəldə bilməz. Və indi tüm ayarları göstərəcəm. Bu ayarların hamısını etdikdən sonra şəkil videonuzu sizin rahatlıqla düzəldə bilərsiniz. Aşağıda flash 2.5 flash yazılana tıklayırıq və onu seçirik. Sizdə bu olmayacaq. Bunu aktiv etdikdən sonra və burada aşağıda bir də ayarlar butonu kimi bir yer var. Ora tıklayırıq. Və lap yuxarıda rəsm oluştur seçənəyini aktiv edirik və yazdığımız şəklini düzəldə bilir. İndi mən bir dənə nəsə yazacağam, o şəklini düzəltsin. Məsələn, salam, mənə Ronaldinho'nun məsələn şəklini düzəlt yazıram. İndi bunu tam yazım. Tam yazdıqdan sonra vuran kimi çox tez şəkildə düzəldir. 5-6 saniyə ərzində şəklinizi düzəldir. İndi düzəlsin və bundan sonra video necə düzəldə bilərsiniz, bu proqramda onu göstərəcəm. Video axıra qədər baxın ki, düzgün şəkildə videonu da oluştura biləsiniz. İndi harda olsa şəkil oluşturulacaq və şəkil hazırdır. Ronaldinho'nun məsələn bir dənə şəklini belə düzəltdim. İndi siz necə istəsəniz elə düzəldə bilərsiniz. İndi videonu düzəltməyə göstəreyim. Yuxarıda 3 nöqtəyə tıklayırıq. Tıkladıqdan sonra bu göstərdiyim yerə daxil oluruq. Daxil olduqdan sonra burada lap üstdəki seçənəyə daxil olduq. Burada başqa seçənəklər də var, onlardan da istifadə edə bilərsiniz. Və bura mətnini yazırıq. Yazdıqdan sonra videonu sizə oluşduruq verir. Və burada limitsiz bu proqramda limitsiz şəkil və video oluştura bilərsiniz. Əziyyətimin qarşılığında videonu bəyənib abunə olsanız çox sevinərəm. Başqa videoda görüşənədək.